tikməyə, yaratmağa, qurmağa çox həvəsli idi. Kifayət qədər yaxşı, maraqlı layihələr eləyirdi. Elə Ağdamdakı çay evi, Dəli-Dağdakı məişət evi, hamısı Xudu Məmmədovun layihələri idi. Onun təşəbbüsü idi. Yapon jurnalında olan layihəni Ağdam şəraiti hardakı tikilmişdi, həmən şəraitə uyğunlaşdı. Onun ətrafı, əgər siz köhnə kadrlara baxsanız, görərsiniz ki, milli naxışlarla bəzədilib. Və onun üstü, biz əgər Çin və ya misal üçün Yapon memarlığından danışırsa, adətən o bu şəkildə olur. Amma çay evinin üstü belə idi, məscidin üstünü xatırladırdı. Yəni, baxmayaraq ki, bir fikir olaraq Yapon jurnalından götürmüşdür, amma tam yekun həyata Azərbaycan yeri memarlığa uyğunlaşdırılmış şəkildə inşa olunmuşdu. Ondan da yekunlaşmırdı. Qohumlardan, mərzili cəmaatından kimsə ev tikəndə, binövrə salanda gəlib Xudu Məmmədovla məsləhətləşirdilər. Ki, Xudu müəllim, nə şəkildə, hardan, nə cür, hansı ölçüdə, nə formada tikək, o da böyük məmnuniyyətlə bütün işin gücünü atıb gedirdi, layihə verirdi, ondan sonra bəzən də özü elə birbaşa o tikintiyə göstəriş verirdi. Onunla da əlaqədar kifayət qədər belə maraqlı yada düşən xatirələr var. Təqribən hardasa siz dayandığınız istiqamətdə idi, o istiqamətdə davam eləsək, bir xeyli, təqribən 1 kilometr, orada qohumlardan birinin evi inşa olunurdu. Və ölçülərini, hər bir şeyin ölçülərini müəyyənləşdirəndən sonra gördü ki, qohumlardan biri qarğını götürüb, inəyi ölçür ki, görək, tövləni evin arxasına keçirtmişdi. Görür ki, görsün ki, görüm o inək təzə tövləyə yerləşməyəcək. Belə bir əhvalat olmuşdu. Amma praktika göstərdi ki, yerləşdi. İnək kifayət qədər özünü yaxşı hiss elədi yeni tövlədə.